Salam əzizləyicilər, bugünkü avtomobilimiz 1999-cu ilin W202 kuzalı Mercedes-Benz'dir. Deməli, belə bir xəta kodunla yaxınlaşıb ki, C1314 xəta kodudur və ABS işığı yanır. Deməli, burada xəta kodu nədir? Voltage Supply Solenoid Valve A73. Deməli, voltage supply bu hardasa 12 voltluq solenoidləri, yəni 12 voltu qidası yoxdur. İndi biz sxemlə də araşdıracağıq, görəcəyik ki, ümumiyyətlə burada 12 volt hara gəlir və haradan gəlir. Deməli əzizləyicilər, bu avtomobilimizin elektrik sistemi də ABS-ə aid. Bizdə N47-2 ABS blokunun özüdür. A73 isə klapan blokudur. Deməli, bizdə avtomobildə nədən şikayət edir? A73 blokundakı supply voltage. Supply voltage də nədir? Klapanları işə salan plus 12 voltdur. Burada plus 12 volt 37-ci ayaqdan gəlir. Bir də İndi biz bir-bir yoxlayacaq. Birinci klapan blokunda ümumiyyətlə qida ayağı gəlirmi və problem nədədir? Bir də deyim onu ki, əgər burada qida ayağı gəlmirsə, birinci növbədə, ilk növbədə ABS blokuna ümumi güc ayağı olan 12 volt gəlir yoxsa yox, onu da yoxlayacaq. O da hal-hazırda buradan gəlir. X123 qovşağından 30-cu ayaq 48-ci ayağa, daha doğrusu 30. 30 da klemmanın özüdür. Yəni 30-cu klemma plus 12 voltdur. İndi birinci bunu yoxlayacaq. Bura əgər gəlmirsə, sonra keçəcək bu hissəni yoxlamağa. Əgər burada gəlmirsə, deməli bizdə hardasa xətt qırıqlığı var. İndi onu bir-bir yoxlayıb sizə göstərəcəyik. Əzizləyicilər, indi bizdə videoda çəkə bilmədik. Yəni bəzi problemlərə görə. Deməli bizdə biz yoxladığımız 5 ilə deməli 14-cü ayaq idi. Bunu videoya çəkilə bilmədi. Bu ayaqlarda plus ayağı gəlmirdi. Bu ayaqların plus ayağının gəlməməyinin də səbəblərindən biri bu X123 qovşağından 30-cu ABS blokunun 48-ci ayağına plus getməməsidir. Deməli bizdə problem nədə idi? Deməli biz bax bu hissədən özümüzdən plus 12 volt verdik qoruyucudan. Bunu verəndən sonra klapan blokundakı bütün xəta kodları getdi. Amma hansı kod yarandı? Kod yerində videoya çəkilmədi, amma buradakı motor pressure-ın, yəni təzyiq nasosunun, yəni motorçikinin deyək də, ABS-in xəta kodunu verdi. Bunun 12 voltu gəlmədi. Bunun 12 voltu da həmənki qovşaqdan gəlir 12-ci ayağa. Deməli 12-ci ayağa gəlir. Bizdə isə deməli 30 ayağına da buradan gedir, həmənki qovşaqdan. Bizdə 12-ci ayağa da. İndi bizdə problem hardasa bu hissələrdədir. İndi biz də onu axtarıb, tapıb sizə də göstərəcəyik. Deməli, əzizləyicilər, burada da sxemdə gördüyümüz kimi bizdə bu 12-ci ayaqda plus 12 volt olasıdır, daimi. Bizdə də buradan sayılır 9, 10, 11, 12. Deməli, burada 12 voltumuz yoxdur. Bu da klapan blokudur. Köhnə avtomobillərdə belə olur, Mercedes-də. İndi bunun yerini təyin eləyəcək ki, hardan qırılıbdır və sizə göstərəcək. Deməli, əzizləyicilər, bizdə sxemdə də gördüyümüz kimi klapan blokuna gedən xətt deməli, buradan gəlir. Bu əsas ABS-in əsas blokundan. İndi buna yoxlayacaq görək, ümumiyyətlə burada bu əsas plus gəlmədiyinə görə ola bilər ki, orada getməsin. İndi biz birinci əsas bunun plus 12 voltunu yoxlayacaq, bloka girən. Əgər burada problem varsa da o klapan blokunda da plus 12 volt olmayacaq. İndi biz bunu yoxlayacaq. Bir ayağı kontrol lampanın
gövdədədir. Bir ayağında bura vururuq. Burada heç nə yanmır. İndi biz bunu təmir eləyəndən sonra da, yəni söküb göstərəcək ki, qırıq hardaydı. Bir dənə xəttə görə bu boyda şey sökülübdür. Bu da bizim Orxan ustadır. Düzəltdi maşını. Bax, qırıq buradaydı. Deməli, burada qovşaq var. Sxemdə gördüyümüz kimi. Yəni problem buradaydı. Orxan usta da yığacaq, ondan sonra da avtomobil düzələcək. Deməli, izləyicilər, təmir eləyəndən sonra xətti. Görən, yığmışıq maşını. Burada plus 12 volt gəlir. Və indi yoxlayaq. Klapan blokunda da 12 voltumuz var. 12 voltumuz var. Yəni bizdə avtomobildə problem 12 voltun gəlməməsi idi. Ona görə də xəta kodu verildi.